Hud surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, ləm, ra. Bu, müdrik, hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir kitabdır. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən onun tərəfindən sizi xəbərdar edən və müjdəliyənəm. Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, o sizə müəyyən olunmuş vaxtadək gözəl gün güzaran nəsib etsin və hər fəzilət sahibinə öz lütfündən versin. Əgər ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. Siz Allahın hüzuruna qaydacaqsınız. O, hər şeyə qadirdir. Baxın, onlar ürəklərindəki küfrü ört basdır edirlər ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də O, kökslərdə olanları bilir. Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq, aydın yazıdadır. Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, ərşi su üzərindəykən, göyləri və yeri 6 gündə yaradan O'dur. Əgər sən, siz öləndən sonra diriləcəksiniz desən, kafir olanlar, bu açıq aydın bir sehirdir deyərlər. Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, onu saxlayan nədir deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir. Əgər insana özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankör olar. Əgər başına gələn müsibətdən sonra ona firavanlıq daddırsaq, bəlalar məndən soğuşdu deyər və sevinib lovğalıq edər. Səbir edib, yaxşı işlər görənlər istisnadır.